Herkese salam dostlar. Hamıya salam. Yeni bir videoyla karşınızdayıq. Bəli. Bu dəfə Temudur qurbanımız. Trendyology bizə maraqlı gəlmir. Temuya keçmişik yenidən. Axırıncı dəfə uğursuz sifarişimdən sonra demişdim ki, Temudan biletini almayacağım, amma yenə necəsə oldu. Şeytan yoldan çıxartdı, iblis bizi allatdı. Bir də Maraqlı gördüm ki, hədiyyələr, almışam. maraqlı nələrsə gəlib bu günləri bizim Temudan. Bəli, bir göstərəcəm. Aldığımız şeylərin zəhmət olmasın Nurhan xanım. Qiymətlərini Bəli, deyərsiniz. deyəcəm. Bu telefonun arxasına yəqin ki, bilirsiniz, yapışdırmaq üçündür. Burası telefonun arxasına yapışır. Bunu da qoyuruq belə şıt deyə videomuzu çəkir belə. Şıt deyə qoyuruq. TikTok və Məsələn, Instagram divara üçün falan qoymaq üçün yaxşıdır. maraqlı Aa, 2 dənəymiş. 2 dənə almışdım. TikTokda, Instagramda bizi izləyin. Yəni bu videolar onlar üçün çəkilir. Vloglarımız üçün. Məsələn, görün bu əgər telefonu saxlayacaqmı? Çox saxlayan oxşam. Bunun 2 dənəsinə 2 manat vermişdim deyəsən. 2 manat. Neçəsi qəpik? 2 manat, 2 manat. Bir ağ, bir qara. Nurhan Bu xanım. mənim belə gözəl açıq. Qiymət nə zəhmət olmasa deyin. Bu da 2 manat qəpik falan idi. Nə xeyir, o açıq nədir yəni? Evimdə. Gözü yorur, Yoran, məsələn, mod. Bir köpüklü xeyri yoxdur açıq. Qəşəngdir, yaxşı. Qəşəng görürsən, prosto biologiya müəlliməsinə oxşayırsan. Mübarək. Mənə aid deyəsən heç nə yoxdur bu kartda. Olacaq, səbirli olun. Deməm. Belə bir termos almışam, amma bunu hədiyyə almışam. Atmayalım. Mən deyiləm. Almışam. Bu içində deyəsən ən bahalısı olan buydu. Hardasa 6-7 manat olmalıdır. Belə qəşəng su içməyə motivasiya olması üçün ala bilərsiniz. Qiyməti çox münasibdir. Hələ ki astıqlarımızı bəyənmişik. Görək bundan sonrakılar necə olacaq. O Temudan deyilənlərə görə pulu qaytarmaq olur. Bunu sən demişdin o günlərdə. Kiminsə bu barədə bir fikri və yaxud da bildiyi nəsə varsa, zəhmət olmasa kommentariyaya yazsın, maraqla oxuyub cavablandırarıq. Yusuf bəy, bu sizin kadronuz. Bunu sizin izləyicilərimizin gözü qarşısında yoxlayıram ki, necə görsənir. Əgər bizim videolarımızın ardın gəlməyini istəyirsinizsə, like eləyib, komment yazmağınızı unutmursunuz. Videomuzu görmək istəmirsinizsə, heç eləyin. Yəni like eləyin, nə bileyim. Çox şirindir bu. Bunu da 2 manat almışam. Bu neçə aldın? O da 2 manat 50 qəpik. 2.50-yə. Nətər olsa yenə mənimki baha olur. Çox yiyəcəkdir amma bu. Mən isə bu kabronu da bəyənirdim. Mən sadə kabrolar sevirəm. Bilənlər bilir yəqin ki, akkumulyator satıram. Kimə də akkumulyator lazım olsa, akkumulyator Baku Instagram adresinə girib sifariş verə bilər. Çok güzeldi. Məncə qəşəngdir. Sizcə? Buyur, buyur. Çok güzeldi. Güzeldi. Bakıda Burada yani 28'de bunu yedi sorsan 15 eynisini manat deyirdim. deyəcək. Eyni söz deyirdim. Ən az 15 manat falan deyirlər adama. Qiymət oxuyurlar. 2.50-yə, 2 manat 50 qəpiyə. Demək ilk bu şeydən bağlamada ilk aldanılma şeyi. Bunun əslində mən elə bildim ki 10 dənə zat şey olacaq, broşka olacaq. Belə çünki şəkildə həm rezin, həm broşka, həm abodok var idi. Bir dənəsini deyirdim. Bir dənəsi gəldi. Neçə qəpiyə? Yəni baxın oxumamışam yəni. Oxuyun. Ucuzmuş yəni. Neçə qəpik. Yəni bir dişidə qırılıb bir şey. o qədər keyfiyyətlidir ki. Aslında pis olmuyor, bunlar möhkəm olur. Temudan ilk sifarişimdə bir dənə qısa qol kofta sifariş. Hələ də geyinirəm onu. Onu bəyənmirdiniz, billən yığıblar eləyiblər. Yəni belə eləyiblər. Məncə amma evdə geyinməyə dəyər. 2 manat 50 qəpik almışdım. Belə özümə qaşqırtda salmışam. İçində çoxdur, görürsüz. 1-2 manat var. Yəni hər şey burada 1-2 manat var. O nə işə yarayır? Fırsam köhnədən də Yox, bildim. Nəyinir o? Qaşını darıyır. Qaşını sabitləyir. Belə minik bunu da görsən bir dənə göndərməyəcəm. Bunun hamısını göndərməyəcəm. Belə minik makyaj fırçaları. Qəşəng, şirin. Bunları çox beğendim. Ay Allah, oldular. Bu qəşəng. Sonra bir dənə də qabro. O da sən mənə deyərsən. Səndir. Hə, amma bu niyə belə? 3 dənə zər var. Var. İşığa tut bir dənə. Zərli bilib aldığım qabro. Var, zər var. Prosto alladıb da, yəni gəl. Sonra sabah məhkəməyə verməsin ki, alladımsan mənə deyə atıblar belə. Nəysə, bu da 2 manat. Belə 10 cüt corab almışam. 6 manat idi. Yox, 5 manat idi bu. 10 cüt. 10 cüt corab. İndi görək keyfiyyət necədir. Çünki heç vaxt almamışam, bilmirəm.
Mən koxtama deyəsən zibildən yığılıb. Bu da yəqin ki. Baxıram da görüm necədir. Mən Zibil, baxım deyəcəm. baxım corabdır da. Balaxandan Corab nə olmalıdır corab? heç zorub, mübarəkdir. 50 Qəşəng, qəpik sağ düşür, ol, biri. mübarəkdir. Çox Bir 50 qəşəng. qəpik görsən normaldır millət. Biri 50 qəpik. Baxın. Alın geyinin. Bir də ki, Aha. mən qoya bilsəm bu videoya endirim linki qoyacağam. Həmin linkdən girib alın. Həm sizə endirimli olacaq, həm də ki mənə xeyir. Biz Bu tripod. Deməmişdim, Ha, tənə əldə stolsa qoymağı tutmaq. almışam. Bunu o gün biz 28-də gördüyünüz siz gördünüz. 47 manata. Yoxdan, o deyildi. O yox, sonra o- getirərdi. Hə, bu əslində 17 manata. Hə, 17 manata. bu 20 7 var idi, manat bilirəm. falan civarı idi. Mən bunu 3 manat almışam. Nə danışırsan? Hə, bu dilim çox ucuz. Ona baxım. Bax. Bu mən işlədərəm də mənim öz videolarımı. Nə edirsən? Mən evdə konuda Əliyə sonsuzluqda lazımdır. yemək pişirəndə qoymaz. Əliyiniz. Bu oldu mənim. İşte mən sənə alırım da. Bunu gələn öz valarsan onu ver mənə. Çünki məndə videolar çəkirəm işlə Buna bağlı. bax, əyib eləyirsən ayağını. Necə istəsən qoy. Olar. Bax Olar, hada 5 bu manat ailə versə ailə münaqişəmiz. Bəli, 5 manat verirsən satıram. Varmı artıran? Neçə almısan sən aldı? 2 manata? Hə. 5 manat varmı artıran? 3 manat verərəm. 4 manat. 3 manat. 4 manat. 3.50 Allah xeyir versin son. 4 manat. 3.50-nin onu. 50 qəpiyə görə evimdə söz söhbət istəyirəm. Ailəmiz dağılsın hər qəpiyə görə. 3.50. Mən özümə qəşəyini aldım, təzəsini aldım. Hələ özü tərsin alsın. 3.50 bunu. Allah bərəkət. Vay Allah ay. Almıram. Bu qədər. Belə mini bir alış-veriş eləmişdim. İstədiyiniz göstərim. Həmin kodla alış-veriş eləsəniz 30% endirim verəcək. Olan, vacib olan, əgər bəyəndinizsə və yaxud da davamını görmək istəyirsinizsə, like və ən azından bir fikir bildirməyinizə sevinərik. Bitirin deyin. Sizin bir like'ınız bizim üçün həqiqətən çox önəmlidir. Əgər bəyənsəz çox sevinərik. Çox sağ olun, izlədiyinizə Görüşənə görə dək. sağ olun.